Avto FM'de yol əhvalatına keçirik artıq. Vaxtdır biz çox geniş danışmaq istəyirik. Portuqaliyadan ayrı, Yunanistandan ayrı. Ona görə də Tural Kişibalayevi studiyamıza dəvət eləmişik. Sabahınız xeyir olsun. Sabahınız Necəsiz, nə var, nə yox? Təşəkkür edirəm, var olasınız. Minnətdaram ki, dəvət etdiniz. Özdə təzə qayıtmısınız Portuqaliyadan. Bəli. Təxminən 12-13 gün əvvəl. Nə qədər qaldınız müddət olaraq? Maraqlı bir sualdır. Biz Portuqaliya səfərini planlaşdırmamışdıq, belə deyib. Əvvəlcə Yunanistana getməyə planlaşdırırdıq, plana uyğun olaraq. Yunanistandan sonra istəyirdik Serbiya, oradan isə Varşava, oradan isə Budapeşt və geri dönüş. Sadəcə olaraq bir xırda nüans və yaxud detalı nəzərdən yayındırmışdıq ki, məndə single viza idi. O da deməkdir ki, bir dəfə girə bilərsən, bir dəfə çıxa bilərsən. Serbiya isə Şengendən kənar olduğuna görə Serbiya səfəri təxirə salınmalı oldu. Serbiya səfəri təxirə salındıqdan sonra fikirləşdik ki, Yunanistandan hara gedək ki, Avropadan kənara çıxmamış olaq, eyni zamanda da Avropa daxilində maraqlı olsun. Və birdən-birə qərara gəldik ki, gedək Portuqaliya. Əvvəla deyim ki, Yunanistanda olan təəssüratlar gözləniləndən biraz zəif oldu, şəxsi fikrimdir. Ona görə mən deyirəm ki, birinci yaxşı şeylər danışaq ki, sonra belə o zəif təəssüratlara keçərik. Portuqaliya mənim üçün çox maraqlı bir ölkədir. Dəfələrlə danışmışıq qonaqlarımızla. Madeiradan söhbət açmışıq, adadan. Sonra nə bilim Lisabon. Məncə Madeira daha çox yaxşı marketinq olunmuş. Olduz orada? Olmadım, bir 3 nəfər dostum orada olub. Şəkillərə baxıram, onların dediklərinə baxıram. Daha çox marketinqdir məncə. Çünki həmin Madeira məncə bizdə daha yaxşı variantlar vardır. Sadəcə xəbərimiz yoxdur. Hər halda şəkillə nə dərəcədə doğrudur müqayisə eləmək? Qəşəng, yaxşı sualdır. Sadəcə olaraq şəkil və insanların təəssüratları həmin belə deyim də gözləntilərin doğrulub-doğrulmayacağı barədə bir təəssüratın formalaşmasına kömək edir. Belə yəni mən şəxsən Portuqaliyanı çox bəyəndim. Aha. Əsasən Lisabonda oldunuz. Bizim dildə Lisabon, niyəsə bu xarici dillərdə Lisbon kimi gedir. Çünki Lisabon deyərkən onlar bilmirlər hardan danışırsan. Amma Lisbon deyən kimi artıq onlar şüur formalaşdırır ki, yəni sən hansı şəhərdən danışırsan. Lisbon və oradan isə şimalda Portoya getmiş olduq. Porto Lisbonun balaca bir variantı mı desək yanılmarıq. Çünki Lisbon balaca bağışlayın, Porto balaca bir Lisbondur. Orada belə bir deyim eşitdim ki, daha çox 7 təpənin üzərində qurulmuş bir şəhər. Lisabon. Bəli, təəssürat yaradır. Gözəl peyzajı var, yaxşı arxitekturası var. Məndə bir adətdir ki, həmişə xarici ölkəyə gedərkən, əgər o xristian ölkəsidirsə, həmin ölkənin kilsələrini niyəsə ziyarət edirəm. Çünki kilsələr niyəsə məni cəlb edir. Bilmirəm, yenilikdirmi deyim və yaxud nəyəsə, mən ona daha çox arxitektur memarı cəhətdən baxıram. Sizi inandırıram ki, Avropada olan, xüsusən də Lisabonda olan kilsənin arxitekturasına baxırsan, valih olursan ki, bu neçə illərin tikilisidir, bunu neçə nəfər, neçə saata, necə bunu tikiblər. Çox uzun müddətli və əziyyətli bir işdir. Şiddətlə məsləhət görürəm. Məsələn, Lisabonda hansı kilsədən söhbət gedə bilər? Adını xatırlamıram, yalan deyirəm. Yəni oradakı şəhərdə olan kilsələrin bir-birinə memarlıq üslubu baxımından bənzərliyi çoxdurmu? Faiz ekvivalenti ilə baxsaq 70% eynidir. Amma sadəcə oraların kilsələrinin daha çox, biz orada olduğumuz kilsənin adını xatırlaya bilmirəm, daha çox orada belə bir maraqlı təəssüratla rastlaşdıq ki, kilsənin altında tarixən orada vəfat etmiş dini şəxslərin qəbirləri yerləşdirilmişdi. Onlar daha çox turistik olaraq daha gözəl görünsün deyə hiss olunur ki, yeni təmir olunmuşdur, amma tarixiliyi, köhnəliyi saxlanılmışdır. Həmin o kilsədə olarkən divardakı ornamentlər, üslub, oradakı işləmələrə baxırsan və indiki zamanın gedişatı, indiki zamanın aparılmış iş prosesi ilə müqayisə edən zaman adam vahimələnir ki, nə maddi xərci qoyuruq bir qırağa, nə qədər ona əziyyət çəkilib, niyə o qədər əziyyət çəkilib, nəyi sübut etməyə çalışıblar, daha çox nəyi göstərmək istəyiblər. Mən gəldiyim şəxsi qənaət budur ki, həmin yer daha çox kənardan gələn gəmilər, turistlər və yaxud da ki, digər bir şəxslərə ölkənin statusunu, ölkənin gücünü göstərmək üçün tikilən bir
tikiliyə oxşayır. Çünki bunu başqa cür izah eləmək olmur. Yəni belə deyək də, Daha əzəmətli göstərir şəhəri. həm şəhər əzəmətli göstərir, həm də həmin o tikilini görən şəxslərdə sual yaranır ki, bu qədər maddi xərc, bu qədər vaxt, bu qədər insan və əsas məsələ bunu bacara bilən insan. Bu artıq mövzunu dəyişir. Çünki bir insan bir işlə məşğul ola bilər, digər insan bir işlə məşğul olur. Amma bu iki insanın bir işi ərsəyə gətirməsi artıq komanda, bacarıq, vaxt və düzgün planlama tələb edir. Siz təsəvvür edin ki, həmin ərazidəki, həmin belə deyək də, müasir standartlarla bir bina tikilən zaman beton konstruksiya təxmin olaraq 100 il kimi hesablanılır. Yəni 100 il sonra bu bina artıq ola bilər ki, yararlı olmasın. Siz təsəvvür edin ki, bu kilsə 13-cü əsr, 15-ci əsr, hətta bəzi yerlərdə, yəni üstdəki yazıdan deyirəm, mən tarixçi deyiləm, 12-ci əsrdə tikilən kilsələr vardır. Yəni bu qədər əsrlər bu kilsə belə qalıb. Aydın məsələdir, buna kosmetik hər hansı bir müdaxilə olunub ki, bu həmin o xoş estetik görünüşünü saxlasın. Amma yəni siz təsəvvür edin ki, o nə cür tikilib, necə tikilib və hansı standartlar həmin əsrin texnologiyası və elmi nəzərə alınmaqla nəzərə alınaraq tikilmişdir. Bu yalnız da wow demək. Adam təəccüblənir təbii ki. Səmimi olaraq deyirəm, yəni müasir dövrdə o tipli tikintilərə niyəsə az rast gəlinir. Çünki biz artıq daha tez, daha rahat, kompakt, minimalizm və bizim tələblərimizə cavab versin kifayət eləyir. Amma biz bunun müddəti, bunun hansı belə deyim, indən sonraki nəsillərə davam edəcək qədər istifadə olunmasını nəzərə almırıq nədənsə. Baxın, siz indi məcburam burada müqayisəyə keçim artıq. Buyurun. Bir tarixdən digər bir tarixi ölkədən digər bir ölkəyə gedib keçmisiniz. Afina, ardınca Lissabonda gedib tarixi binalara baxıb sözün yaxşı mənasında ağzı açıq qalmısınız. Yunanıstanda o qədər təəccüblənmədiniz ki siz. Afinada yəni necə təəccüblənməmək olar? Tam olaraq razıyam. Türklərdə bir söz var. Daha doğrusu bizim dildə bir söz var. Deyir, sən saydığını say, gör fələk nə sayır. Deyir, axtardığın nə idi? Gördüyün nə oldu? Gördüyün nə oldu? Yəni mənim belə deyim, uşaqlıq xatirələrimdə Yunanistan niyəsə mifologiyanın mənbəyi, daha çox wow edib görə biləcəyim bir hansı bir təəssüratlar formalaşdırmışdı ki, ora getmək məqsədimizdə həmin təəssüratların reallıqda necə olduğunu, necə göründüyü haqqında bir ən azından praktiki nəyisə görmək bir məqsədi var idi. Afinada olan zaman, belə deyək, Afinanın hündür bir təpəsində tarixi bir yer mövcud idi. Yalançı çıxaram, adını istəyirsiniz birazdan xatırlayıb deyərəm. Onun ətrafında indi bildiyimiz Afina şəhəri salına genişlənə salınmış, yaradılmışdır. Tikilən tikillər, ərazi, infrastruktur, binalar çox səliqəsiz şəkildə, yəni baxan zaman insan sual verir ki, okey, bu binalar ətrafda son zamanlar salınıb. Bəs bu salınan binalar nə nəzərə alınıb, niyə salınıb, məqsədləri məqsəd nə olub? Bunların heç birini, yəni o həmin ərazini gəzən zaman rast gəlmədik. Və hətta dostlarımızla zarafatlaşırdıq ki, bizim təsəvvür etdiyimiz Afina budurmu? Akropolisi deyirsiniz siz. Ölənlərinizə. Akropolis. Yəni Akropolis hündür təpədə, qıraqda bir yerdə hasarlanmış və ora girib baxmağın yalnız ödənişli olması variantı ilə mümkün olan bir ərazi idi. Akropolisdən başqa orada bizim yəni görmə marağı formalaşdıran və yaxud da ki, estetik cəhətdən cəlb edən hər hansı bir yerə... Yəni, Yunanistan Afina sizi təəccübləndirmədi, çox qəribədir. Mənim özüm də, yəni o bir gün onun arxasınca getdim ki, ola bilməz ki, yəni mən burada nə isə tapanmayım. Axı bu məşhur Afinadır, məşhur Yunanistanın paytaxtı. Ola bilər ki, nədənsə təəssüratlana bilmədikmi və yaxud da ki, tapa bilmədikmi? Adətən mən hər hansı bir yerə getməzdən qabaq internetin bizə verdiyi imkanlardan istifadə edirəm ki, həmin yerin görməli, gəzməli bir yerlər haqqında bir ən azından internetdən məlumat alaq ki, ərazidə olan zaman onu baxıb görə bilək və vaxtı daha çox produktiv dəyərləndirək. Amma internetin Afina barədə verdiyi ərazilərə belə baxan zaman fikirləşirik ki,
üzr istəyirəm, Xətai rayonunda bundan yaxşı yerləri var. Çox maraqlı bir yanaşmadır. Çünki bunun tam əksini bizə danışan qonaqlarımız olub. İndi sizin təəssüratlarınız ayrı, amma bir neçə nəfər olub ki, Afinaya gəlib gələn bunun tam əksini həyəcanlı formada bizə izah eləməyə çalışır. Maraqlı gəldi. Tarixi canlı formada görən adamlardan, yəni onlarda belə bir təəssürat yaranır. Məsələn, Şəfəq xanım bizə danışanda Afina ilə bağlı bu cür hissli, həyəcanlı danışırdı. Amma siz də görürsünüz, insandan insana fərqlidir. Əks maraqlıdır ki, fikirlər, təəssüratlar yaranır. Təəssürat yaradan Məsələn, elə sizin getdiyiniz Akropolisə Afinanın belə simvolu həm də sayılır da, Akropolis. Oraya gedən Afinaya gedən Akropolisə getməlidir. Bəli, Yoxsa mən Afinada olmuşam, Akropolisə getməmişəm, sən deməli Afinada olmamısan. Sizin inanır ki, mən Akropolisin içərisinə daxil olmadım. Niyə? Həm saat 6-ya işləyirdi yerli vaxtla, ora çox maraqlı ki, 5-də bağlanır. Həm də kənardan baxan zaman Akropolisin içərisində mənim nə görə biləcəyim proqnozunu özümdə verə bilmədim. Ora sabahsı gün ora qayıtmaq bir məcburiyyəti özümdə hiss etmədim. Çünki şəhərdə görmək istədiklərimi görə bilmədiyimə görə Akropolisdə daha çox məyus olacağım qorxusundan ən azından bir şuuraltı bir bura qəşəng bir yer idi, təəssürata qalsın deyə ora sabah qayıtmadım. Siz çox maraqlı turistsiz. Söz açıq. Xəyallarımın puç olmasına qorxdum daha çox. Çünki Yunanistana gedəsən, Afinada olasan və Afinada olan zaman oranı görməyəsən və Afinada təəssüratları, Afinada gördüklərimin belə deyim, məyusluğunu kompensasiya etmək üçün fikirləşdik ki, Yunanistanın başqa bir şəhərinə gedək. Yəni ola bilməz ki, bu belədir. Afina bilirsiniz ki, ölkənin cənubunda yerləşir, şimalında Zesaloniki deyilən bir şəhər var. Saloniki şəhəri. İngiliscə Zesaloniki gedir, niyəsə bilmirəm. O şəhərə gedən, belə Yunanistanın Afinadan ora getmə bir təcrübəmizi danışaq. Afinada olan zaman biz qərara gəldik ki, biz planlaşdırmışdıq orada 3 gün səyahət edək, gəzək, şəhəri tanıyaq. Gün yekunlaşmamış qərara gəldik ki, biz burada qalmayaq. Və bir-birimizə sual verdik ki, belə olmaz da, biz axı Yunanistana gəlmişik, biz Yunanistanı gəzək. Xəritədə baxan zaman baxdıq ki, şimalda bir maraqlı bir şəhər var. Həm də bizim dostlarımızdan biri tarixlə yaxşı maraqlandığından Salonikinin tarixi bir onda bir təəssüratları var idi. Türk qardaşlarımızın məşhur Mustafa Kemal Atatürk Saloniki şəhərində doğulmuş. Mən onu bilmirdim. Həmin onun dediyi fikri, məlumatı dedikdən sonra dedim ki, gedək. Biz internetdə həmişə axtaranda baxırıq ki, orada kirayə maşınlar 30 evro, 40 evro, 50 evro civarlarındadır və həmişə eşitmişik ki, Avropada kirayə maşınlar ucuzdur, yanacaq bahadır. Bu fikirlə dedik ki, gəlin kirayə maşın götürək, buradan ora maşınla gedək. Və bununla bizim xərclər tablomuz başladı. Çünki biz orada bir 10-dan çox kirayə maşın yerinə, kirayə verilən maşın firmalarına yaxınlaşdıqda, deməli bir maraqlı bir nüans yarandı. Əgər kirayə götürmək istədiyin maşını həmin gün götürürsənsə, niyəsə əlavə vergi orada tətbiq olunur. 80-90 evro həmin gün götürdüyünə görə. Amma əvvəlcədən sifariş edəndə belə bir şey yoxdur. Bəli, onların dediyi fikirdəyim. Çünki əvvəlcədən mən kirayə maşın belə deyim planlaşdırmamışam, amma bu növbəti səfərlərdə onu planlayacağam. O yoxlayarsınız. Verdiyiniz sualın cavabını bilmək üçün. Və eyni zamanda da maşının gündəlik kirayəsi 80-110 evro arası dəyişir. Yəni heç də ucuz deyil. Və onun üzərinə sığorta, tam full sığortanı gəldikdə bir gün, 2 gün biz götürdük 2 gün ərzində maşını təxminən 350-400 evroya gəlib çıxdı. 2-3 günlük. 2 gün, 3-cü günə keçmirik və maraqlı bir nüans deyim. Və mən niyəsə elə bilirdim ki, daha çoxu internetdən və orada əvvəllər olan bir şəxslərin dediyindən belə bir qənaətə gəlmişdim ki, misal üçün A nöqtəsindən götürürsən maşını, gedirsən C nöqtəsinə, orada təhvil verirsən, eyni qaydada çıxıb gəlirsən. Sən demə belə bir şey son vaxtlar yox imiş. Misal üçün Afinada götürmüsənsə, gedirsən Saloniki şəhərinə, oradan geri qayıtma pulunu verirsənsə, orada tərk edə bilərsən onların dediyi yerdə. Bu da əlavə 150 evro. Beləliklə biz 500 evrodan artıq bir məbləğ 2 günlük kirayə maşına ödəniş etməli olduq. Və bununla üzr istəyirəm. Bu qaydalar bütün şərtlərdə, bu qaydalar bütün şirkətlərdə var, yoxsa biz orada bir 10 şirkətlə danışdıqdan sonra axır bizə qiyməti nisbətən ucuz başa gələn bir firma ilə məcbur razılaşma oldu. Çünki həm
gəlmişik, görək ətraf nətərdir, infrastruktur nə, təbiəti necədir. Çünki Yunanistanın təbiəti maraqlıdır ki, necə bir təbiətə malikdir. Onun dərdindən həm də biz 4 nəfər idik deyə fikirləşdik ki, maşın bizə daha maraqlı olar, daha təəssüratlarımız daha pozitivə çevrilər. O nöqteyi nəzərdən maşının üzərində dayandıq. Belə bir maraqlı nüans deyim ki, nə yaxşı ki, bu internet var. Nəyə görə? Əvvəllər, misal üçün, bir şəxsə sən ona necə başa salırdın ki, biz hardayam və necə gələsən? Sağa dön, sola dön, nə isə görürsən. Yəni, çox problemli nüansı idi. Yəni, internetdə proqramı qoşmaqla biz həmin şəhərə doğru istiqamətləndik. Həmin şəhərə doğru istiqamətlənən zaman bir daha ölkəmizin necə gözəl və bizim onun dəyərini bilmədiyimizə əmin oldum. Səbəb nəyə? Getdiyimiz hər bir yolda ancaq internetdə ödənişli yol gördüm. Mən özüm üçün sual verirəm ki, necə yəni ödənişli? Bunun havayı bir, yəni ödənişi olmayan bir yolu yoxdurmu? Yəni sizə əmin edirəm ki, biz ora gedən zaman hər bir yolda 3 evro, 2,50 evro, 4 evro, 3 evro. Yəni bilmirəm o siyasi cəhətdən onu necəsə planlayıblar ki, yəni birdən-birə almırdılar. Sağ olsunlar. Xırda-xırda verirdi, gözdən görünmürdü. Amma hər dəfə sən dayanıb o pulu verirdin və hətta belə bir maraqlı təəssürat deyim ki, maşını sürən zaman dostum deyir ki, bu ödənişli yoldur. Yəqin ki, burada radar, polis olmaz. Deyirəm ki, məntiqlə olmalı deyil. Çünki pulunu verib sürürsən. Pulunu verib sürürsən. Çünki Almaniya təcrübəsi var. Limitsiz yol minimal 90-la sürmək. Yəqin eşitmiş olasınız avtobanlarda. Bəli. Yunanistanın təəssüratda elə bir şey, yəqin ki, burada da elə bir şey olar. Amma siz maraqlı bir yanaşma ilə tanış edeyim. Orada belədir ki, turniketə yaxınlaşmazdan qabaq ödəniş edirsən, sonra ödənişli yola daxil olursan. Sonra turniket olur. Turniketdən çıxırsan, həmin yerdən harasa sağa sola bir yol dönür. Sonra yenidən turniketə yaxınlaşırsan və bu belə deyim, Afinadan Yunan Salonikiyə təxminən bir 4 saata yaxın yoldur. Turniketlərlə bir yerdə. Turniketlərlə bir yerdə. Bəli. Rusca demişəm, v toçku. Təxmini bir 32-35 evro arası biz ödəniş etməli olduq bir istiqamətdə. Hətta orada bir yerdə də biz artıq öyrəşmişik ki, 130-150 gedək ki, bu məsafəni tez çata. Çünki turniketlərdə hər dəfə dayan, get, istəsəməz vaxt aparır. Ərazinin birində turniketə daxil olduq, yol qutaran zaman turniketdən çıxdıq. Çıxan zaman təzədən qaza bastıq ki, biz sürəti ala bilək ki, növbəti turniketə kimi. Bu moment yerli yol polis əməkdaşları sağ olsun bizi rəqin ki, radara düşdü, çəkdi. Çünki yerli qanunları bilmirik, sürətin neçə olmağını, nə ilə. Biz nə qədər də çalışsaq, internetdə həmişə 1-2 dəqiqə gecikmə olur deyə biz bilmirik həmin o lokal yerdə sürət nə qədərdir. Böyük ehtimal ki, orada biz radara düşmüşük. Çünki orada depozit məbləğ geri qayıtmadı. Böyük ehtimal ki, o radar orada biz qanun pozuntusu etmiş olmuşduq ki, çünki az məbləğ də etmirdi. Bir 100 neçə, 140-130 evro yaxın böyük ehtimal cəriməmiz olmuşdur orada. Salonikiyə çatan zaman artıq biraz ürəyimiz açılmağa başladı. Port şəhərdir. Şəhər artıq dəniz qırağı, maraqlı, çoxlu maraqlı restoranlar, İtaliya tipli balaca butik restoranlar var idi. Saloniki şəhərinin çox maraqlı bir aurası, belə deyək, çox maraqlı bir arxitektura deməzdim, maraqlı bir ürəyə yatan bir tikili formatı var idi. Söz açığı bilmirəm nə dərəcədə uğurlu bənzətmədir. Bir balaca İzmirlə oxşarlığı var bu şəhərin. Bəli. Hətta mən sizə deyirəm ki, ora daha çox bir sintezdir. İtaliyada olan adamlar görər ki, İtaliya daha çox nə ilə məşhurdur? Küçədə stulları qoyurlar, 2 nəfərlik, maksimum 4 nəfərlik. Hər hansı bir pizza, çaxır, bu buranın ənənəsidir. Çünki bu tip təəssürat yarananda hamı İtaliya haqqında fikirləşir. Salonikidə də eyni şeyləri görməyə başladım. Çünki niyə? Eyni qaydada orada yol qırağında balaca taburetka kimi stol və hamı orada oturub vaxtını, belə deyim, asudə vaxtını orada keçirirlər. Amma bir maraqlı orada bir təəssüratla qarşılaşdım ki, niyəsə belə deyim, insanların bu gündəlik həyat tərzinə, yaşayışına baxan zaman onların işləməyə bizim millət qədər, bizim xalqımız qədər maraqlı olmadığını hiss etdim. Yunanlar. Bəli. Yəni, məncə əbəs yerə onlar o bir neçə dəfə Avropa ilə problem yaşamışdılar ki, büdcə kəsiri ilə əlaqədar. Onlar daha çox, belə deyim,
sadəcə vaxtımı aşırı İqtisadi krizis onları tənbəlləşdirib. Amma daha çox tənbəllik iqtisadi krizis aparıb deyərdim. siz belə Bəli, bu bəli, istiqaməti yozursunuz. Bəli, Hə, bəli. mən bunun əksini iddia elədim. Hər halda fikirlər müxtəlifdir. Çünki Ola bilər. O sevdiyim bir mövzu var. Hər hansı bir nəticə birdən-birə formalaşmır. Tədricən yığılır orada formalaşır. Belə deyək də, əgər siz hər hansı bir xəstəlik ilə üzləşmisinizsə, bədən sizə bunu əvvəlcədən xəbərdar edir. Amma siz onu bilmirsiniz deyə onun hara doğru getdiyini məlumatlı olmadığınızdan davam edirsiniz. İstənilən xəstəliyin ilkin əlamətləri olur. Əvvəlcədən bədən sizi xəbərdar edir, simptom olaraq sizə məlumat verir ki, bax mən bura doğru gedirəm. İşini bil. Amma biz onun araşdırmırıq. Ciddi qəbul eləmirik. Ciddi qəbul etmirik. Bir də ayılırıq ki, məsəl üçün doktor elə ki, mənim çox ağırlı olmasın problemim. Eyni zamanda da siz fikirləşin ki, bu ölkə uzun müddət belə deyim, fəaliyyət göstərib, uzun müddət əhalisi çalışıb, hər hansı bir müdaxilə məhsul istehsal olunub, import, eksport bu detallara girmək istəmirəm və nəticədə bu ölkə belə bir bəyan edib ki, mənim problemim var, mən nə kreditlərimi ödəyə bilirəm, nə də xərclərimi ödəyə bilirəm. Siz fikirləşin ki, bu birdən-birə mümkün deyil axı. Çünki istər-istəməz bu uzun illərdən bəri gələn orada oturmuş bir mədəniyyət var, oturmuş bir fəaliyyət növü var. Bu necə oldu ki, birdən-birə deyirsən ki, mənim pulum yoxdur. Deməli, bu hissə-hissə yığılıb ki, o belə bir yaxşı söz var. Böyük problemlər xırda problemlərin yığılmasından sonra yaranır. O xırda problemlərə göz ardı vurduqca bu nəticə bununla nəticələnib. İndi biz Salonikiyə getsək, konkret olaraq bizə bir neçə istiqamət verə bilərsinizmi ki, misal üçün bura gedin, burada olun mütləq şəkildə? Məsləhət gördüyüm ən yaxşı bir şey var. Google belə deyək, Google xəritəsində reytinqi olan və həmin reytinqin yerləşdiyi əraziyə uyğun olaraq baxmağı məsləhət görürəm. Çünki belə mən məsəl üçün bildirəcəyim A nöqtəsi o yadda qalmaya bilər. Amma həmin əraziyə gedən zaman ətrafda olan restoranlar və həmin restoranlardan ayrı-ayrı yerdə yerləşən 5 restoranın ikisinə baxan zaman artıq şuuraltı fikir formalaşır ki, mən burada olmaq istəyirəm, olmaq istəmirəm. Orada çox maraqlı bir nüans var ki, həmin o şəhərin dəniz ətrafı, sahil boyu ərazisində yerləşən restoranlar daha çox maraqlıdırlar. Həm belə deyim, səsli bir yer, həm səssiz bir yer, həm maraqlı təamları, yeməkləri olan bir yer. Eyni zamanda da onların bir restoranda otur yeməyini yeyin, ged orada əyləncə məkanında, gecə məkanlarında özün üçün stresini at. Oradan da belə deyək ki, digər bir kafe tipli yerdə otur, hər hansı bir kofemi deyim, içkimi deyim, suyunu iç, asudə vaxtını düzgün dəyərləndir. Və o həmin ərazilər demək olar eyni yerdə ətrafında mərkəzləşib. Yəni şəhər boyu səpələnməyib. Bu daha çox maraqlıdır ki, böyük ehtimal orada məqsəd hamını bir yerə cəlb etmək, orada hamının bir-birini görməsi, hamının bir yerdə asudə vaxtını keçirməsi, daha sonra gedib vaxtlarını digər yerlərə dəyərləndirmək kimi bir təəssürat yarandı məndə. Gəlin biraz mətbəxindən danışaq Yunanistanın. Yunanistan mətbəxinin özəllikləri nədir? Nə dadlı gəldi sizə, nə ləzzətli gəldi sizə, nə damaq dadınıza uyğun idi? Gəlin daha çox Portuqaliya mətbəxinə deyim. Onda keçək Portuqaliya, bəli, olar. Çünki səbəb nə idi? Yunanistan mətbəxi daha çox mən deyərdim ki, türk mətbəxi uyğunlaşıb. Hətta bilirsiniz, Yunanlılarla türklərin hətta uzun müddət mübahisələri getmişdi ki, hansı yemək və yaxud da ki, hansı məhsul kimindir. Yəni burada belə deyim, hər bir ölkənin öz bir ağız təamı, ağız dadı, öz əlavəsimi deyim, öz təəssüratımı deyim və yaxud da ki, öz maraqlı bir təqdim etmə bir forması vardır. Mən orada Yunanistanda ola bilər ki, oranın hər hansı bir maraqlı və yaxud da ki, bir cəlb edici bir yemək ola bilər. Mən daha çox orada pastaya önəm verdim. Çünki tanıdığım, bildiyim standartlardan kənar olmayan, sadəcə ədviyyatı dəyişən bir pasta orada daha çox sifariş verirdim restoranlarda. Və eyni zamanda çaxır ətrafında o içkinin adını xatırlayamıram niyəsə. Yunanlarda belə bir içki var. Türklərdə rakı deyirlər. Yunanlarda adı bir xatırlayım, indi informasiya verərəm. Eyni belə deyək görünüş, eyni belə deyim dad, yalnız adları fərqli deyərdim. Həmin o bir şəhərlərin Barbayannis deyil.
yox, barbayanis deyil. Aha. Uzo. Səhv etmirəmsə uzo. Ha, onlar uzo, Bəli, bəli. uzo ola bilər. Uzo, Aha. uzo. Bəli, səhv Və etmirəmsə uzo. Yunanların içkiləri əslində çoxdur. Çipuro falan da var. İndi hamısını bir burada sadalayıb reklam eləməyək. Winehouse eləməyək. Bəli, bəli. Deməzdim ki, onların mətbəxlərinin hər hansı bir qeyri-adiliyi var. Mən burada daha çox problemi özümüzdə görürəm ki, çünki bizim mətbəx o qədər dadlıdır ki, bizi hər hansı bir digər mətbəxin wow deyə biləcək qədər kapasitesi çox bir bacarığı olmalıdır ki, biz onu deyə bilək. Çünki bizə gələn xaricdən turistlərin 90%-ni, hətta sizə deyərdim ki, bizim yeməklərimizin, mətbəximizin, hazırladığımız hər hansı bir qidanın dadı ilə rahat təəccübləndirə mümkündür. Çünki Avropada hazırlanan yeməyin bizim mətbəxlə müqayisə olunmayacaq dərəcədə zəif olduğundan orada hər hansı bir yemək barədə wow deyə bir təəssüratın formalaşmadı. Bəlkə də bu bizim yeməyin kalorili olmasına görədir. Bəlkə də biz millət olaraq xoşlayırıq ki, yaxşı yemək yeyək. Amma Avropada belə bir üstünlük yoxdur ki, mən mütləq bu yeməyi yeməliyəm, mən mütləq bu yeməyi hazırlamalıyam. Orada daha çox tez olsun, salat olsun. Məsəl üçün, Yunan salatı eşitdiyimiz məşhur salatı orada yeyirəm. Bizdə oradan dadlıdır deyərdim. Niyəsə bilmirəm. Amma razıyam. Yəni istərsəməz onlar yaradıblar deyə okey, amma mən məsəl üçün bizimki daha dadlıdır istədiyim. Biz məsəl üçün onu mix edirik. Niyə? Onun içinə pendir qatırıq. O pendir ona bir aromat və dad verir. Limon da vura bilərik biraz. Ölənləriniz rəhmət. Amma onlarda isə məsəl üçün o salatı yeyirəm, deyirəm ki, bunun içinə biraz pendir qataq. Məsəl üçün pendiri qatıram, mən belə qəribə təəssüratla baxır. Mən sadəcə o adama başlamıram ki, biz belə öyrəşmişik. Amma baxmayaq ki, bu salatın adı Yunan salatıdır. Amma biz onu Yunan öz stilimizdə salat kimi qəbul etmişik belə deyək və onların verdiyini yeməyi qəbul etmirik. Çünki biz öyrəşmişik ki, öz stilimizdə yeyək. Tural bəy, mən istəyirəm soruşum, Portuqallar necə bəyəndiniz Portuqalların xasiyyətini mi deyim, davranışlarını mı deyim? Bundan da narazı qalmadınız? Maraqlı sual verirsiniz. Mən orada yeni olmuş şəxs kimi bildirə bilərəm ki, yenidən ora getmək istəyərəm. Portuqaliyaya. Bəli, bəli. Səbəb nə idi? Şəhər adamın ürəyini açır. Misal üçün Lissabon timsalında danışım. Böyük şəhərdir. Ora getməzdən qabaq bir xarici bir dostum var. Mənə məsləhət gördü ki, Lissabonda maşınsız gəzməyin adı yoxdur. Deyirəm, niyə? Deyir, şəhər çox böyükdür. Sən fiziki cəhətdən o şəhəri əyaqla və yaxud da ki, ictimai nəqliyyatla gəzməyin real deyil. İctimai nəqliyyatı çünki bilmirik, hansı marşrut hara gedir, nə vaxt getdiyini. Bunu maraqlanıb azmaq vaxt aparacaq. Çünki bizdə vaxt məhdudiyyəti var idi, 2 gün, maksimum 3 gün. Dedi, məsləhət görürəm ki, kirayə maşın götürsün. Və bundan sonra bizim yenidən xərc dəftərimiz başladı. Biz eyni Yunanistanda rastlaşdığımız problemlə orada rastlaşdıq. Niyə? Çünki həmin gün götürəndə əlavə ödəniş etməlisən, sığorta baha başa gəlir, maşının istədiyin maşını tapa bilmirsən, yalnız təklif olunan maşını seçə bilirsən. Eyni qaydada biz Portuqaliyaya maşın kiraya götürdük. Lissabon, xaricilər necə Lisbondan Portoya getməyə qərarına gəldik. Çünki Portonun da belə deyək, internetdə gördüyümüz şəkil və yaxud da ki, internetlə bağlı təəssüratları bizi cəlb etdi. Lisbon şəhərində eyni qaydada bayaq bir dediyim kimi kilsələrə getməyə məsləhət görürəm. Daha maraqlı ornamentlər, tarixi, memarlıq nümunəsi ilə tanış olacaqsınız. Orada çox mənə maraqlı gələn bir şeydir. Səhv etmirəmsə, pasta de nata onların deyilən bir milli şirniyyatı var. Bizim dildə, bizdə daha çox kurabiyə kimi fikirləşin, tüylərdən bizə gələn bir şirniyyat növü. Xəmir məmulatı üzərində ağartı məhsulunun peçdə bişmiş bir variantı. Maraqlı bir daddır. Amma belə deyək, o qiymətə onu alıb yeməyə dəyər yoxsa yox. Çünki səbəb bu ki, evro ekvivalenti ilə bizim 2 manat 50 qəpik 3 manata balaca bir yumru şirniyyat. Və ondan ən aşağısı bir 2-3 ədəd dadmalısan ki, hər hansı bir doyumluq hissi formalaşsın. Və onun bir çox onun orada növləri mövcud idi. Sadəsi, üzərinə şokolad əlavə olunmuş, karamel olunmuş və digər. Və addım başı həmin o şirniyyatı onlar belə deyim, təqdim edirlər öz alıcılarına.
Şəhərin mərkəzi çox gözəldir. Gəzməyə dəyən bir Lissabon şəhərdir. Portuqaliya çox da inkişaf eləməyib də belə baxanda. Bu nəqliyyatı falan necə tənzimlənir? Qənaətbəxşdimi? Bilirəm, Almaniyadakı kimi olmaz çox güman, İsveçdəki kimi olmaz. Bəs hansı ölkənin nəqliyyat xəttlərinə bənzəyir? Hətta düşünürəm ki, bizimki kimi də olmaz. Bizdə daha yüksək səviyyədədir. Bəli, tam olaraq razıyam. Yəni Portuqaliya həcm cəhətdən böyük ərazi, böyük sahil, okeanla sahili olması ilə daha adamı təəccübləndirirmi deyim, cəlb edir. Amma şəhərin daha çox quruluşu orada lakaniklik və belə deyim, minimalizm və eyni zamanda rahatçılıq prinsipi ilə nəzərdə tutulur. Şəhərin bir hissəsində tarixi ərazi, tarixi görkəmli binalar mövcuddur. Yəni mən orada sahildə Poseidonun heykəlinə bənzəyən böyük bir heykəli görən zaman maraqlı gəldi ki, bu boyda heykəl necə olur? Amma sonra yaxınlaşdıqdan sonra baxırsan ki, bu nə zamansa olub, sonradan restavrasiya olunub ki, turistlərin marağına səbəb olsun. Çünki mən biraz yaxından baxanda istər-istəməz o eyiblərini və ya gözəl işlərini görmüş olursan ki, bu əl gəzdiriblər. Bəli. Hətta əl gəzdiriblər fikrindən əlavə deyərdim ki, bəlkə də onu yenidən düzəldiblər. Aha, maraqlı iddiadır. Ola bilər ki, o olub, sonradan o sıradan çıxmağa başlayan zaman qərara gəliblər ki, gəlin biz bunu yeniləyək. Deyək ki, amma həmin o əvvəlki heykəl və yaxud da əvvəlki bir eksponatdır. Tural bəy, növbəti səfərləri hara planlaşdırırsınız? Vaxtımız çox qalmayıb deyə son sual olaraq bunu ünvanlayıram. Növbəti səfəri daha çox Avropanın cənub sahillərinə, Malta və yaxud da ki, Malta ətrafı ərazilərə. Yer gəlmişkən Maltanı çox tərifləyirlər. Mən sizin bildirdiyiniz fikir... Yəni hər tərəfli tərifləyirlər, mətbəxindən tutmuş digər elementlərə qədər. Mən mətbəxdən daha çox onun o sahil boyu əraziləri, oradakı atmosfer, oradakı kontingentlə maraqlı bir təəssüratların olacağı təəssüratında olduğundan ora getməyi planlaşdırıram. Amma daha əlavə bir fikir də var ki, Barselona və Fransa daha cəlb edicidir. Kombinə etməkmi, yoxsa həmin ərazinin birinə gedib qayıdıb digər vaxt digərinə getmək, vaxtın axarına buraxmaq qərarına gəlmişəm. Sağ-salamat gəlib gələsiz. Maraqlı şeylər olsa dərhal bizimlə əlaqə saxlayın. Biz yenidən efirdə bu barədə söhbətləşək. Böyük məmnuniyyətlə. Təşəkkür edirəm ki, dəvət etmişdiniz. Uğurlu, gözəl və düşərli gün arzu edirəm. Çox sağ olun. Tural Kibalayevlə söhbətləşdik.